İncəsənətin gücü onun məhz əbədi təsir gücünə söykənməsindədir. Məşhur İtalyan rəssamı Koizani deyirdi, dekorasiya göz üçün musiqidir. Bunun ən böyük nümunəsi geniş auditoriyaya nüfuz edə bilən teatr və kino sənətinə vizuallıq gətirən səhnəgrafiyadır. Bu sahədə çalışan rəssamlarımızın yaradıcılığı isə sənət tarixinə zənginlik gətirib. Səhnə ilə rəssamlıq sənətini birləşdirən bu klassik incəsənət sahəsi milli mədəniyyətimizin mühüm qaynaqlarından birini təşkil edir. Teatr rəngkarlığı, teatr dekorasiya sənəti də deyilir. Rəssamlığın mən deyərdim, həm də maraqlı sahələrindən biridir. İstiqaməti də tam fərqlidir. Bildiyimiz kimi monumental rəngkarlıq var, dəzgah rəngkarlığı var. Bunlardan fərqli olaraq teatr dekorasiya sənəti, teatr rəngkarlığı hər hansı bir əsər əsasında formalaşan bir rəngkarlıq sənətidir. Belə ki, teatr ümumiyyətlə çox geniş bir sahədir. Burada incəsənətin bütün sahələrini özündə sintez edən, əhatə eləyə, bütövləşdirən bir sahədir. Məsələn, teatrda deyək ki, hər hansı bir tamaşanın qoyulması üçün onun musiqi tərtibatı sahəsi var, bildiyimiz kimi rəssamlıq sahəsi var, aktyor sənəti var, rejissor sənəti var, onun digər dekorları da nəzərə alsaq, memarlıq hissəsi də var. Və bütün bu incəsənət sahələrinin ümumiləşmiş bir bütöv bir demək hissəsidir. Bu baxımdan teatr sənəti çox maraqlıdır. Teatra gedib baxmaq istəyəndə ilk görünüşdə onu bədii tərtibat maraqlandırır. Əgər bədii tərtibat doğrudan da yaxşı hazırlanıbsa, o ilkin vaxtdan tamaşaçıya müsbət təsir göstərir. Yəni, əsərin yaxşı, tamaşanın yaxşı, pis olmağı haqqında onda təsəvvür yaranır. Naxçıvan teatrında bu məsələ 1912-ci ildən başlayırdı. Teatr rəssamları, rəssamlıq bu sahələri içində aktuallığı ilə seçilir. Hələ qədim zamanlardan bu sahəyə maraq çox ciddi şəkildə artmışdı. Bilirik ki, rəssamlığın tarixinə nəzər salanda görürük ki, teatr rəssamları da öz fəaliyyəti ilə seçilmişdir. Təbii ki, qədim zamanlarda bu çox təbii şəkildə inkişaf etmişdir, təməlli şəkildə olmamışdır. Çünki xalq teatrlarının tərkibində geyimlər və yaxud da üz qrimləri vasitəsilə inkişaf etmişdir. Sonrakı dövrlərdə artıq cəmiyyət inkişaf elədikcə, rəssamlığın sahələri inkişaf elədikcə demək olar ki, teatr rəssamlığı sahəsinə də olan ciddi maraq artmışdır və səhnəgrafiyanın formalaşmasına, elmi dildə desək, səhnəgrafiyanın formalaşmasına ciddi təkan vermişdir. Azərbaycanda peşəkar teatr sənətinin yarandığı ilk dövrlərdə səhnəgrafiyamızda da ilk addımlar atıldı. Rəssamlar səhnə sənətinin ictimai məzmununun əhəmiyyətini yaxşı başa düşür və tamaşaların tərtibatında milli xüsusiyyətləri əks etdirməyə çalışırdılar. Milli teatr dekor sənətinin təməl daşlarını isə Əlbəy Hüseynzadə, Əzim Əzimzadə, Bəhruz Kəngərli kimi rəssamlar qoyublar. Hələ 1908-ci ildə İlk operamız olan Milli və Məcnun səhnəyə qoyularkən onun bədii tərtibatını rəssamlıq qabiliyyəti ilə tanınan Əlibəy Hüseynzadə hazırlamışdı. Bundan bir qədər sonra Cəlil Məmmədquluzadənin Ölməz Ölülər əsəri səhnələşdirilərkən tamaşanın rəssamlıq tərtibatını Əzim Əzimzadə vermişdi. Bəhruz Kəngərli də Azərbaycanın ilk teatr məbədlərindən olan Naxçıvan teatrı ilə sıx yaradıcılıq əlaqələrinə malik idi. Sənətkar bu teatrda bir çox tamaşaların hazırlanmasında quruluşçu rəssam kimi iştirak etmişdi. İlk öncə onu deyim ki, bizim ulu öndərimiz Heydər Əliyev teatr haqqında belə deyib. Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır. Orada çalışanlar fədakardırlar, fədaidilər. Məhz elə onun sözlərindən də belə görünür ki, həqiqətən də seçilmiş hər hansı bir əsəri müəyyən bir tamaşa halına gətirəndə orada sadaladığım sənət ustalarının, incəsənət xadimlərinin
hər bir yaradıcı kollektivin böyük əməyi vardı. Və bu əmək sahəsində ərsəyə gələn tamaşa həqiqətən də bir tərbiyə məktəbi hesab eləmək olar. Çünki orada dramaturqun qələmə aldığı səhnə əsərində hər hansı bir ideya, fəlsəfi məna, hər hansı bir süjet xətti ilə demək əhatə olunmuş bir böyük bir fikir, ideya ortaya qoyulur. Məhz həmin tamaşanın tərtibatını hazırlayan rəssam da həmin ideyanı əsas tutaraq müəyyən dekorlarla, müəyyən pərdə üzərində çəkilmiş tərtibatla o fikri tamaşaçıya daha asan, daha məzmunlu, daha tez, həm də estetik formada çatdırmağa çalışır. Bu baxımdan teatr rəssamının üzərinə böyük iş düşür. Digər məqamda isə burada teatr rəssamı tək deyil. O həm rejissorla işləyir, o həm də səhnədə hərəkət edən aktyor hərəkətini nəzərə almalıdır ki, onların səhnədəki davranışı daha sərbəst olsun. Orada istifadə olunan dekorlar, aktyorun səhnəyə gəlişi və yaxud orada hər hansı bir ifası nəzərə alınaraqdan bu dekorlar yaranır. Burada artıq teatr rəssamı, rejissor və aktyor işi bütövlükdə bir-birini bağlayır, yəni bütövlükdə bir-birini əhatə eləməlidir. Bundan başqa həm ideya baxımından, həm digər səhnə kompozisiyasını nəzərə almaq baxımından rəssamın üzərinə böyük iş, böyük məsuliyyət düşür. Teatr rəssamlığı sahəsini hərə bir cür qəbul eləyir. Hər kəsin düşüncəsində bu bir fərqli bir aləmdir. Amma bilirik ki, teatr elə bir sahədir ki, burada bir adamın işi ilə gerçəkləşmir tamaşalar, səhnələr ərsəyə gəlmir. Burada bir kollektiv çalışır. Aktyorlar çalışır, rejissorlar çalışır və burada əsas sözlərdən biri də təbii ki, rəssamların üzərinə düşür. Məsələn, dünya teatr sahələrinə diqqət yetirəndə, teatrlarına diqqət yetirəndə görürük ki, işıq rəssamları artıq ayrıdır, geyim rəssamları ayrıdır, qrim rəssamları ayrıdır. Yəni teatr rəssamlığının içində də, səhnəqrafiyanın içində də artıq qolları da inkişaf eləyibdir və püxtələşibdir. Böyük bir dərin bir elmi bir bazaya da çevrilibdir hətta. Çünki tədqiqatçılar da artıq bu sahəyə ciddi fikir verirlər. Teatr sahəsində sənətşünaslıqda müdafiə edənlərin sayı da artıbdır və bu onu göstərir ki, artıq elmi tələblərə teatr sahəsi də cavab verməlidir, bütün sahələr kimi, digər sahələr kimi. Azərbaycan teatr rəssamlığı çağdaş dünya səhnəqrafiyasında gedən yaradıcılıq prosesindən bəhrələnməklə yanaşı, həm də 10 illər boyu formalaşmış sənət ənənələrini inkişaf etdirir. Bəs çağdaş teatr dekor sənətimizin ümumi mənzərəsi necədir? Bu sual bir mənalı qarşılanmır. Bugün teatr sənətinin mənəvi böhran keçirməsini iddia edənlər də, bu sənətin yeni inkişaf dövrünə qədəm qoyduğunu təsdiq edənlər də var. Teatr hər zaman yaşadığımız cəmiyyətin güzgüsü olub. Bu güzgünü parlaq və nəzərə çarpan edənlər isə tək-tək yetişən teatr rəssamlarımızdır. Proses olaraq ilk öncə rəssam əsəri oxuyur, digər teatr kollektivləri ilə müzakirə olunur, ondan sonra eskizlər yaradılır, maketlər yaradılır, sonra onun texniki tərəfləri, dekorların hazırlanması və rəssamın çəkdiyi eskiz əsasında əgər geyim rəssamıdırsa, geyimlərin obraza uyğun hazırlanması, digər bir sahəsi onun qrim rəssamlığıdır. Bu da hər hansı bir teatr rəssamının eskizi əsasında baş tutur ki, obraza uyğun qrimləmə düzgün olmalıdır. Tamaşaçı
tamaşaya baxanda həm demək səhnə tərtibatı ilə, səhnənin işıqlandırılması, oradakı dekorların, zadnikin pərdə mənasında ki, koloriti, eyni zamanda obrazların geyimi, burada rəng münasibətləri hər biri eyni bir hədəfə, yəni əsərin məzmununa hədəflənməlidir. Və teatr elə bir yerdir ki, burada rəssam təkcə öz iradəsi ilə, arzusu ilə səhnəni ərsəyə gətirə bilmir. Əsərə diqqət yetirməlidir, yəni dram əsəridir və yaxud da ki, hər hansı bir nağıldır və yaxud da poemadır. Bunlar hansısa səhnələşdirilibsə, hər birinin də öz dili olur və buna əsasən işləyir. Yəni burada rəssamdan artıq bir bədii dil də tələb olunur. Əgər bədii tələblərə həmin rəssam cavab verə bilmirsə, səhnə uğurla alınmır. Mütləq şəkildə həmin əsərləri oxumalıdır, rejissorun nə istədiyini, nə arzu elədiyini, səhnədə hansı fiqurlara önəm verdiyini, hansı səhnələri daha qabarıq şəkildə qabartmaq istədiyini də diqqətdə saxlamalıdır ki, məhz həmin komanda ilə işləyə bilsin. Yəni rəssam bilməlidir ki, qaranlıq səhnələrdə verdiyi obrazları, çəkdiyi hər hansı bir atributu, elementi necə qabartmalıdır ki, tamaşaçılar onu dəqiq şəkildə və yaxud da ki, gizli şəkildə də olsa görə bilsinlər. Artıq teatr səhnələri həm də virtual şəkildə də canlandırıla bilir. Yəni təkcə burada rənglər və yaxud da hər hansı bir fiqurlardan istifadə olunmur. Məsələn, işıqdan da istifadə olunan teatr səhnələri var ki, sırf işığın üzərində qurulur. Yəni işıq rəssamları sırf bu işıqla işləyirlər. Və yaxud da ki, geyimlərdə, məsələn, pantomim teatrında geyimlərə üstünlük verilir, mimik hərəkətlərə, mimikaya üstünlük verilir ki, artıq rəssam həmin geyimin üzərində, işığın üzərində daha dəqiqliklə, qrimin üzərində daha dəqiqliklə işləyir ki, hər bir şey 3 element vasitəsilə uğurlu sözünü deyə bilsin. Burada rəssam həm də oxuduğu demək əsəri uyğun hər hansı bir deyək ki, o dövrü əhatə eləyən keçmiş dövrü ya hər hansı bir ölkənin tarixindən bəhs edirsə, artıq burada teatr rəssamı həm həmin ölkənin mədəniyyətini və tarixini gözəl bilməlidir, həminki o dövrə aid geyim xüsusiyyətlərini, həminki xalqın etnoqrafiyasını daha yaxşı bilməlidir. Bu mənada da teatr rəssamı həm də bir tədqiqatçıdır. Və ilk öncə hər bir tamaşaçı teatra baxarkən pərdələr açılır və ilk öncə orada tamaşaçı teatr rəssamlığının nümunəsini görür. Məhz həminki pərdə, həminki dekorlar əsər haqqında böyük bir söz deyir. Bu baxımdan teatr rəssamının üzərinə elə rejissor qədər böyük məsuliyyət düşür. Azərbaycanda peşəkar teatr sənətinin yarandığı ilk dövrlərdə səhnəqrafiyamızda da ilk addımlar atıldı. Rəssamlar səhnə sənətinin ictimai məzmununun əhəmiyyətini yaxşı başa düşür və tamaşaların tərtibatında milli xüsusiyyətləri əks etdirməyə çalışırdılar. Milli teatr dekor sənətinin təməl daşlarını isə Əlbəy Hüseynzadə, Əzim Əzimzadə, Bəhruz Kəngərli kimi rəssamlar qoyublar. Hələ 1908-ci ildə ilk operamız olan Milli və Məcnun səhnəyə qoyularkən onun bədii tərtibatını rəssamlıq qabiliyyəti ilə tanınan Əlibəy Hüseynzadə hazırlamışdı. Bundan bir qədər sonra Cəlil Məmmədquluzadənin Ölməz Ölülər əsəri səhnələşdirilərkən tamaşanın rəssamlıq tərtibatını Əzim Əzimzadə vermişdi. Bəhruz Kəngərli də Azərbaycanın ilk teatr məbədlərindən olan Naxçıvan teatrı ilə sıx yaradıcılıq əlaqələrinə malik idi. Sənətkar bu teatrda bir çox tamaşaların hazırlanmasında quruluşçu rəssam kimi iştirak etmişdi. Naxçıvan teatr rəssamlığının kökləri çox əvvəlki dövrlərə gedib çıxır. Peşəkar professional teatr rəssamlığı isə Bəhruz Kəngərli Naxçıvanın realist rəssamı, ilk təhsil görmüş peşəkar rəssam Bəhruz Kəngərlinin yaradıcılığından da demək yan keçməyib. Bildiyimiz kimi Bəhruz Kəngərli Azərbaycan təsvir incəsənətində bütün janrların formalaşdıran bir rəssam kimi
öz sözünü deyib, istər mənzərə, istər natürmort, portret, tematik şəkil janrında bu janrların əsasını qoyub, eyni zamanda o həm də teatr rəssamlığının əsasını qoymuşdu. Ondan sonra isə bu teatr rəssamlığı ənənəsi davam olunmuş. Özündən sonra Şəmil Qaziyevin, Adil Qaziyevin yaradıcılığı özündən sonraki rəssamlar üçün də bir bərdi irs yaratmışdı. Adil Qaziyevdən başlamış, Naxçıvan teatrındakı çalışan rəssamlar ki, uzun müddətli ki, fəaliyyət göstəriblər. Bunların hamısı Bakıda rəssamlıq texnikumunu qutaran adamlardır. Bundan sonra Şamil Qaziyev gəlir. Onu da qeyd edeyim ki, 1922-ci ildən 29-cu ilə qədər Naxçıvan teatrında göstərilən tamaşalara bədii tərtibat veribdi. Adil Qaziyev eyni zamanda Kazım Ziyanın, Səməd Mövləvinin, Həsən Ağayevin quruluşunda göstərilən tamaşalara bədii tərtibat verib. Şəmil Qaziyev isə yenə həmin 32-ci ildən ta 48-ci ilə qədər Naxçıvan teatrında göstərilən tamaşalara istər Azərbaycan müasir və klassik əsərlərinin və dünya dramaturqlarının əsərlərinin hansı ki tamaşaya qoyubdur, bunlara bədii tərtibatı veribdir. Və zaman keçdikcə Naxçıvan teatrında artıq teatr rəssamlığı sahəsində ənənə formalaşıb. Demək, Məmməd Qasımovun yaradıcılıq işi çox böyük və məhsuldar bir dövrü əhatə eləyir. Onun yaratdığı teatr tərtibatına aid eskizlər, müəyyən maketlər günümüzə qədər saxlanılır, müxtəlif muzeylərdə, şəxsi kolleksiyalarda qorunur. Məmməd Qasımov Şəmil Qaziyevlə birlikdə fəaliyyət göstərir. 1943-cü ildən Ölülər əsərinin tamaşaya qoyulması ilə o Naxçıvan teatrında fəaliyyət göstərir. Ta ki ömrünün axırına qədər Naxçıvan teatrında tamaşaya qoyulan bütün əsərlərə demək olar ki, quruluş veribdi. Onunla yanaşı Yuran Məmmədov, Mirzəli Seyidov tamaşalara bədii quruluşlar veriblər. Bununla yanaşı Naxçıvan teatrında elə rəssamlar olub ki, gəlib 1, 2, 3, 4 tamaşaya bədii tərtibat veriblər. Yuran Məmmədovun, Əli Səfərovun yaradıcılığını teatrda çox vurğulamaq olar. Artıq onların yaradıcılığı dövründə təsvimcə sənətdə olan digər üslub müxtəlifliyi, üslub axtarışları artıq özünü göstərməyə başlamışdı. Rəssamlar təkcə realist ənənələri yox, başqa digər üslub vasitələri ilə teatr tərtibatında istəyirdilər bir yenilik eləsinlər. Müstəqillik dövrümüzdə isə Naxçıvan teatrında 3 nəhəng rəssamımızın, xalq rəssamı Hüseynqulu Əliyevin, əməkdar rəssamlar Səyyad Bayramovun, Əbülfəz Axundovun yaradıcılığını qeyd etmək olar. Onların yaradıcılığı sahəsində demək, həm orada realist üslub xüsusiyyətləri, həm də digər üslub xüsusiyyətləri ilə artıq tamaşaya qoyulan əsərin məzmununu, ideyasını rəssamlar səhnədə göstərməyə çalışırdılar. Artıq bu dövrdə demək, tamaşaya qoyulan əsərdə teatr rəssamlığı bir obraz, atribut xarakteri daşıyırdı. Rəssamlar çalışırdı ki, istifadə etdikləri dekorlar, istifadə etdikləri pərdə üzərində çəkdikləri təsvir əsərin ideyasını tam əhatə eləsin. Yəni bir neçə detalla artıq tamaşaçı bu əsər haqqında böyük bir informasiya ötürməyə nail olurdular. Bu baxımdan Səyyad Bayramovun Mirzə Fətəli tamaşasının teatr tərtibatını misal göstərmək olar. Burada simvolik mənaların ifadəsi öz əksini çox güclü şəkildə tapmışdı.
Səyyad Bayramovun tərtibatlarında bunu daha çox görmək olur. Nadir Şah tamaşasında istifadə olunan demək pərdə üzərində çəkilmiş təsvirlə bunu daha qabarıq şəkildə bildirmişdi. Hüseynqulu Əliyevin tərtibatında bu özünü daha qabarıq göstərirdi. Onun Koroğlunun Çənli Belə qayıdışı tamaşasında hazırladığı tərtibat burada da öz demək simvolik ideyalarının əksini daha bariz nümunəsini görmüş oluruq. Teatr rəssamlığı, səhnəqrafiya sahəsində öz sözünü demiş Rafael Qədimov, Ədalət Quliyevin adlarını, Əli Səfərlinin adlarını çəkə bilərik ki, onlar kukla teatrının formalaşmasında, məhz kukla teatrında, səhnəqrafiyanın formalaşmasında, marionet kuklaların ərsəyə gətirilməsində və kiçik tamaşaçıların, yəni azyaşlı tamaşaçılarının zövqünün oxşanılmasında böyük və əvəzsiz rolları vardı. Bu gün kukla teatrında səhnəqrafiyanın inkişafında məhz bu rəssamların əvəzsiz rolu danılmazdır. Və uşaq teatrı da bu gün artıq uşaqların zövqünü oxşayan səviyyədə öz potensialını formalaşdırıb və teatr rəssamlığı sahəsində də Naxçıvan Dövlət Uşaq Teatrının da böyük və əvəzsiz rolu vardı. Burada uşaq teatrının səhnəqrafiyasının formalaşmasında daha çox mən Həbib Allahverdiyevin adını çəkmək istəyərdim. Çünki onun yaradıcılığı məhz Naxçıvan Dövlət Uşaq Teatrında məhz səhnəqrafiyanın təməlinin qoyulmasında, daha çox formalaşmasında əvəzsiz rolu olubdur. Artıq Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrindən Naxçıvan Dövlət Universitetində, eləcə də Naxçıvan Müəllimlər İnstitutunda teatr rəngkarlığı fənn olaraq tədris olunur. Bu da gələcəkdə gənc rəssamlarımızın teatr rəngkarlığı haqqında həm nəzəri, elmi biliklərə malik olmağı ilə yanaşı, onların teatrda təcrübə keçdikdən sonra onların gələcəkdə teatr rəssamı kimi formalaşması üçün böyük bir stimuldur. Mən arzu edərdim ki və buna inanıram ki, gələcəkdə teatr rəssamlarının, gənc teatr rəssamları ordusu formalaşacaq. Eskizdən səhnəyə doğru yol olan bu sənət dünyasının görünməyən tərəfləri çoxdur. Çağdaş sənət yolunda səhnəmizə yenilik gətirəcək gəncliyimiz yetişəcək. Öz adları və imzaları ilə tanınacaqlar. Bu günümüzdə isə bu sənəti yaşadan rəssamlarımıza sənət uğurları arzulayırıq.